Yenə də qızlar çimib yatmışam. Ona görə saçlarım bu vəziyyətə düşüb. Bəlkə videolarda da fikir vermisiniz. Ayda bir dəfə bu flütsionar darmanı vururam. Allergiya çıxır, amma konkret nəyə çıxırsa heç özüm də bilmirəm. Bəlkə qızlar videolarda fikir vermisiniz. Baxın, buralar yaradı. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Təzə bir vlog başlayıram. Hər gün paylaşıram vlogları son zamanlar. Bəzən qısa alınır, bəzən uzun, amma çalışıram. Sağ olsunlar, suyumuzu da gətirdilər. Bu qədər suya biz 10 manat pul veririk və hardasa 10 gündən bir sifariş edirik. Elə olur ki, arada həftədə bir dəfə, elə olur ki, 10 gündən bir. Çayı da bununla eləyirik, adi su kimi də bunu içirik. Bir sözlə kran sudan istifadə eləmirik və filtrimiz də yoxdur. Burada ütüləməyə paltarlar var, amma bunları gələndən sonra eləyərik. Çünki hal-hazırda supermarketə getməyi istəyirik, evdə heç nə yoxdur. Görəsən izləyicilərimin arasında xaş sevənlər varmı? Çox maraqlıdır, bilməsində yazın. Mən xoşlayıram, amma əsas şərtim odur ki, içində soğan olmasın. Belə qırmızı soğanı əlavə olaraq yeyə bilərəm, amma içində soğan görəndə iyrənirəm. Düzün deyin qızlar, baxmağa çatdırırsınız, yoxsa yox? Baxışlardan belə bir nəticə çıxardıram ki, çatdırırsınız, amma hamı yoxdur, çatdırmayanlar da var. Bəlkə də inanmayasınız, amma mən həqiqətən YouTuberlərə baxmağı daha çox sevirəm, çünki YouTube'da reklam daha az olur. Bloger nəyisə tövsiyə edəndə əminəm ki, bu reklam deyil. Blogerləri daha uzun müddət izləyirəm. Sanki bir bağlılıq yaranır, sanki sən də onunla onun həyatı birlikdə yaşayırsınız. Bu arada mənim saçlarım nə gündədir qızlar. Dəfələrlə özümə söz vermişəm ki, yalnız saçımı qurudub sonra yatacağam. Amma alınmır, hər dəfə çiməndən sonra axşamlar elə qəşəng şirin yuxu gəlir. Yüngül var saçımı darıyıb başlayıram yatmağa. Səhərlər isə özünü qəşəng vida salmaq üçün ən azından 1 saat vaxt lazımdır. Keçən videonun altında bir xanım yazıb ki, bu qız nə qədər bəzənir. Həmin xanım 100% burada da yazacaq. Hara gedəcəksən? Supermarketə gedirsən də. Mən universitet dövrlərdə də belə idim. Səhər smən olanda belə bəzi kosmetik vasitələri özümlə götürürdüm. Belə özümü daha özgüvənli, daha gözəl, xoşbəxt hiss edirəm. Bizim deyəsən mentalitetimizdə bu var. Bəzənmək üçün mütləq toy, nişan və yaxud ad günü gözləmək lazımdır. İnsan əgər adi günlərdə gözəl görsənmək istəyirsə, bu ayıbdır. Ya özünü kiməsə göstərirsən və yaxud kimisə axtarırsan özün üçün. Mən şəxsən prosesdən həzz alıram və bloger olmasam da belə hər gün bəzənib arası çıxaram. Düşünürəm ki, siz də belə olun. Saçımı ütüləyəndən sonra hər zaman saç uclarına bu yağı tətbiq edirəm. Bəlkə də 3-cü upakovkada hansını ki mən bitirirəm. Makyaj eləyərkən bizim sevdiyimiz qarşılaşdırma videosu da çəkmək istəyirəm. Deməli, belə bir pudram var. 46 manatadır hal-hazırda baxdım qiymətinə. Belə bir pudradır Kiko'dan. Və bu gözəlçəni biz kollagenlə müqayisə eləyəcəyik. Bu 9 manatadır, amma bunun komplektində 2 dənə pudra gedir. Yəni biri bunun içində, biri isə belə gedir. Ona görə bir pudranın qiyməti hardasa 4 manat yarım olur. Ona görə 4 manatlıq pudra kimi bunu təqdim eləyəcəm. Halbuki mislin də var məndə. O da hardasa 4 manat civarındadır. Sadəcə onu rayonda qoymuşam. Dünən axşam bu ideya gəlir mənə. Belə bilmişəm ki, mislin pudrası buradadır. Çünki burada ənlikdir, highlighterdır, bronzerdir, nə qədər məhsul var mislindən. Sonra görəm ki, pudrası yoxdur. Birdən yadıma düşdü ki, mən rayonda kosmetika saxlamışdım, yadınıza gəlirsə. Hər dəfə gedəndə özümlə daşımamaq üçün və mislin pudrası da orada qaldı. Çox gözəl pudradır əslində, onunla da çəkmək olardı. Amma eyb yoxdur, kollagenlə çəkərəm. Dünən əyləşdim, vuruşdum və bu sponju tam olaraq təmizlədim. Qızlar gidrofil yağını və s. və gündəlik istifadə olunan fırçaları da hamısını yudum. Hamısı Nascita firmanın fırçalarıdır. Bir dənə bu Real Technics'ındır. Ümumiyyətlə bu set demək olar ki, istifadə edirəm. Fikirləşdim ki, bu korobkanın içində elə saxlayayım. Çünki o biri fırçaları demək olar ki, istifadə eləmirəm. Ən baza budur. Ümumiyyətlə bu markanı çox tərifləyirdilər və yaxşı ki aldım. Bilməm videoda görürsünüz və yaxud yox. Baxın nə qədər təzə tük çıxıb başımdan. Qəşəng bu videonu çəkim və qayıdacağam. Hər dəfə unuduram, bu dəfə istəyirəm ki, vərəqdə bir yazım, nələr almalıyıq supermarketdən. Yoxsa sonra axtara qalırsan. Buradan ora, oradan bura. Yaxşısı vərəqdə yazım.
Normal insanlar telefonda not da yazırlar, amma Aynur hələ də vərəqin üstündə yazır. Mənə belə daha rahat olur. Adətən bu bloknotda ideyalarımı yazıram. Misal üçün hansısa bir short video çəkmək istəyirəm və yaxud reels fırlayanda gördüm, xoşuma gəldi. Mən də belə tipli çəkmək istədim. Sırası bura yazıram. Çünki yazmasam 100% unudacağam. Sonra kimdəsə o ideyanı reelsi və yaxud vlogda hansısa bir hissəsində tutaq ki, nəsə demək istəyirəm, danışmaq istəyirəm. Kimdəsə görəndə sonra düşünürəm, vay, mən də bunu eləmək istəyirdim axı. Yazmadım, ona görə də unutdum. İndi əsas məsələ bunu gərək evdə unutmayasam. Maksimal rahat bir şey geyinəcəm. Misal üçün bu sportivni dəstim. Uca mən hiss edirəm ki, yaz gəlir və buna sevinməmək qeyri-mümkündür. Hörmətli bacılar və qardaşlar. Gərək bugün biraz tez durardım və maşını Moykaya verərdim. Mamoçka ilə birlikdə gedirik. Bundan əvvəl maşına oturan kimi sürürdüm. Sonra mənə başa saldılar ki, belə eləmək maşına çox ziyandır. Ona görə bir 5-7 dəqiqə gözləyirəm ki, maşın qızsın, sonra sürürəm. Təcrübə. Biraz o tərəfdə saxlayayım da, onsuz da o tərəfə gedəcəyik biz. Burada deməli başda iş gedirəm. Deyəsən bu parkovkanı bizə çox gördülər. Heç özüm də bilmirəm nə ilə bağlıdırsa, amma elə günlər olur ki, telefonum mükəmməl çəkir. Bəzən isə əksinə bərbad. İşıqlı gün idi bugün misal üçün, amma telefonum necə çəkir? Hal-hazırda heç razı deyiləm. Hələ mən montaj zamanı svetokorreksiya da eləyirəm. Yenə də vəziyyətini çox da düzəldə bilməmişəm. Sizdən isə həmişəki kimi bir xahişim olacaq qızlar. Əgər kanalıma hələ də abunə deyilsinizsə, mütləq abunə olun. Hər gün sizin üçün video atacağam. Maşın alanda qızlar həmişə bu kamera ilə alın. O qədər işini asanlaşdırır həqiqətən. Hər şeyini görürsünüz də. Bu olmasaydı mən bilmirəm nə edəcəydim. Burada nəsə işlər aparılır, bilmirəm da nədirsə. Əgər çox şey alacamsa, bu böyük bravoya həmişə gedirəm. Çeşid çox olur, rahat gəzmək olur, vlog çəkə bilirəm sizin üçün. Ona görə buranı seçirəm. O gün makaron hazırlamaq istəyirəm və gördüm ki, makaronumuz yoxdur evdə. Bilməm hansı markanı götürüm. Axırda makvanı götürdüm, belə prujin tipli. Misal üçün maraqlı shorts video çəkmək üçün belə bir şey almaq olar. Amma bunu da deyəsən bir dəfə çəkmişəm. İndirimdədir bu biçenyeləri, mən xoşlayıram. Özdəki krablı olan dəhşət dadlı olur, amma onu mən görmürəm. Deyəsən yoxdur krablı olanı. 1 manat 69 qəpiyyədir. Bir vaxtlar bunlar 2 manata idi. İndi 2.70-ə görəndə ala bilmirəm, əlim gəlmir. Deyirəm ki, bəlkə bunlardan hərəsindən birini alım və sizin üçün short video çəkim. Hər dəfə almaq istəyirəm, sonra deyirəm ki, niyə də maraqlı olmaz. Bu şokolada görən kim bilirsiniz kimi yadıma düşür. Əzizəm, Əzizə bu vloga baxırsansa, bunu görəndə sən yadıma düşürsən. İndirimdədir 7 manata bu boyda şokolad. 4 manat 49 qəpiyə belə bir şey var. Maraqlı görünür. Amma burada ət və göbələklər var. Sırf göbələkdən olsaydı götürərdim. Bu bulkaları heç sevmirəm də. Vəbşə dadlı olmurlar. Qiymətləri də yüksək. Növbəti mən tərəfindən sevilməyən bir məhsul bu pryaniklər. 2 manatadır bu qədər. Amma yeyə bilmirəm, xoşlamıram. Gərək dadlı nəsə alım və evdə sonra mukbang çəkim. Çoxdan da çəkmirəm. Necə də gözəl və zərif eləyiblər. 1 manat 65 qəpiyə bir dənədir görəsən. Maraqlı. Və yenə də pryanik. Baxın, bu misal üçün sırf mənlik. Belə kilo ilə də satılır bu konfetlər. Gəlin belə alaq. Elə bilirdim bu sıroklar 50 qəpiyədir. İndi qiymətə baxdım 1 manat 5 qəpiyədir bunlar. Çox ucuz bilirdim bunları. Çünki içəridə reklamı görməmişəm. Adətən no-name brendlər daha münasib olur. Amma dadlı da alaq. Bunun sırf upakovkası çox şirin gəldi mənə. 2 manatadır. Şirniyyat olan yerdən heç nə almıram. Çünki evdə məndə bir sumka şirniyyatlar var. Onları elə bitirməmişəm. Ayda bu tiləşqı niyə belə gedir? Bir tərəfə gedir. Siz bir dənə bu bananların şirinliyinə baxın. 1 manat 50 qəpiyə. Bunu alaq. Koreya sayağı kök istədim. Dedilər yalnız bu var. 1 manat 45 qəpiyə.
Görəsən bu dadlıdır. Belə upakovkalarda heç vaxt yemək almıram mən, sınamamışam. 6 manata belə bir upakovka çiğ köftə. Görəsən bu dadlıdır. Bu qırmızı balığın qiymətləri görəndə mən özüm də qırmızı balıq olmaq istəyirəm. Bunlar ucuzlaşıb ki, balaca eləyirlər uca bunları və 1 manatadır. Görəsən sroku normaldır. Sırağa gün hazırlanmışdı bunlar. Ona görə almırım. Evdə şirniyyat çoxdur, ona görə qurudulmuş meyvələrin arasından mən bunu götürəcəm. Bu çox dadlıdır, belə turş məzədir. Xoşlayıram. Rəhmətli nənəmin ən xoşuna gələn yemək. Bunları çox alırdıq onun üçün. Bəlkə bu kofedən alaq. 45 qəpiyədir birim. Gəlin 2 dənə alaq, sınıyaq. 30 manatadır bu. Çok şirin görünür bu tort. Baxın görün mən burada nə tapmışam. Uşaqlığımı xatırlayır bunlar. Bu upakovka cəmi 1 manat 89 qəpik. Baxın görün burada nə tapmışam. Qışda çiyələk. Bu boyda upakovkası cəmi 2 manat 79 qəpik. ASMR video çəkəcəm. Video üçün elə bunu alıb sınamaq istəyirəm. Bir gün qiyməti 7 manatdır. Rozovı nəsə görəndə ürəyim gedir. Daf belə bir krem. 6 manat 49 qəpiyə. Evaline heç, Evaline hamısı türmədədir. Mən bu marpozu həmişə trend yoldan alıram. Bir ən qiymətə baxın qızlar. 5 manat, 6 manat alıram birini. Keçən vlogda sizə göstərmişdim. Bireylərdə yazırdılar ki, hardan almaq olar bu saç gelim. Deməli, məndə 5 fiksasiyadır, budur. Göy rəngdə olandı məndə. Qiyməti isə 6 manat 20 qəpikdir. Bunu bilmirdim və ondan da güclüsü var, 6. Məndəki isə budur qızlar. Hər dəfə qaş üçün istifadə edirəm, son zamanlar saça da istifadə edirəm. Seçim qarşısında qalsaydınız, Rafaella yoxsa Ferrero Rocher, mən Rafaellanı seçərəm. Nəsə bugün dilim dolaşır, nəsə demək istəyirəm, çaşıram. Niyə belə olur bilmirəm. Arada olur məndə. Son zamanlar ürəyim gedir krabovı paloçkalar üçün. Burada da qiymət yoxdur. Görəsən bunlar ümumiyyətlə neçəyədir. Bu upakovkasının içində konkret çoxdur. Həm üstündə qiyməti yoxdur, həm də ki iminlə bu markanın dadını bilmirəm. Mən həmişə Ruskaya Mori alıram. Ona görə yalnız birini götürürəm. Bəyənsəm sonra hər dəfə bunu alacağam. Saqqızlar hər zaman evdə lazım olur. Mən də bu nanəliləri götürürəm. Mənə sərt diş fırçası lazımdır. Görəsən hansı 7 manatadır, hansı isə 2 manata. Xaricdə görmüşəm aparatlar olur, qiyməti yoxlamaq üçün almamışdan əvvəl. Burada elə şey yoxdur, amma olsa çox yaxşı olar. Misal üçün bunun qiymətini mən bilmirəm. Belə bir aparat var imiş. Baxın, vurursuz bura 2 manat 95 qəpiyə, 2-dən fırça məncə yaxşıdır. O pizza elə bir ki biraz çox qızardılıb. Konturum bitib, megabaytım da yoxdur və mamuçkanı tapdım. İndi başa düşdüm, burada paltar zat satılırdı. Deyəsən oranı bağlayıblar. Nəsə təzə bir şey açacaqlar. Kruşkalar. Mən kruşkalar gördüm, mən deyənə bilmərəm. Bizim üçün? Mukbang üçün. 70 manatadır. Pis deyil əslində, amma mən bunun hündürünü istəyirəm. Həm də ki, üstünə bax, ləkə-ləkədir. Və mən Temu'dan birini seçmişəm mukbanglar çəkmək üçün. Həm qiymət baxımından, həm də ki, çeşid baxımından mən Dekalife'də olan stəkanları daha çox sevirəm. Burada baxın, hamısı sadədir. Maraqlı stəkanı yoxdur. Amma hamısı indirimdədir. Martın ortaları başlayacağım məşqə. Ona görə su üçün mənə belə bir termos lazımdır. İndi buradakı qiymətləri belə özüm üçün çəkirəm. Sonra gedib evdə Temu'da da baxacağım. Baxım görüm qiymət nə dərəcədə fərqlənir. Çünki rəylərdə hamı mənə yazırsan, lox kimi hər zaman baha alırsan. Müqayisə edib sonra alacağım. Amma bu materialka xoşuma gəldi. 2 manatadır. 9 manata endirimdə belə bir vaza var. Xoşuma gəlir belə bir fason vazalar. Biraz da böyük olsaydı daha yaxşı olardı. Baxın, belə formada xoşuma gəlmir. Amma belə məncə idealdır. Sadəcə çox ucuz şüşədən istehsal olunur, bu da hiss olunur. Mamanı çağırdım məsləhət almaq üçün. Mama dedi ki, çox pis keyfiyyətə malikdir, almayaq, lütfü sifariş edək. Novruz bayrama özəl belə səbətlər var, 7 manata biri. Məncə çox qəşəng görünür. Keçən il də almışdıq dekorları, yadınıza gəlirsə, onu da çıxartmaq lazımdır.
Bunlar var imiş, mən bilməmişəm prosta. Mağazanın hər yerində belə çik eləmək üçün yerlər var. Mənim səbətim belədir, mamanın səbəti isə dolu. Reylərdə mənə yazılar ki, Twix üçün Royal Canin al, amma yemir də, neyim? Ən sevdiyi Felix'dir. Ona görə bunlardan alıram. 90 qəpiyyədir verim. Nəsə bugünkü saç düzümüm heç xoşuma gəlmir də. Saçlarım yaxşı durmur. Əsəbimə toxunur. Bacılar, ən sevdiyim yer maskalar endirimə düşüb. Garnier maskalar 3 manat 25 qəpiyyədir. Gəlin birini alaq. Mamanın səbəti, mənim səbətim məncə 210 manat tutacaq. Bunlar hamısı bizimdir. Sağ olun. Belə şirniyyatları sevmirəm, amma bunları həmişə buradan keçəndə çəkirəm sizin üçün. Çox iştah açıcı görünür. Deməli, düz tapmamışam. 141 manat pulumuz getdi. Gedirim maşın tərəfə. Belə günəşli havada mən öz təzə eynəyi unutmuşam. Day, bunu niyə alıram əgər taxmıramsa? Bundan sonra eynəkləri hamısını mən qoyacam dəhlizə. Evdən çıxanda yadıma düşsün. Sözünün əsl mənada qoydum sizi bagaja. Qədrimi bilin. Mamanın ən sevdiyim mahnı. Vaxtında getdi və vaxtında gəldi deyə həyətdə yerdə qaldı. Bugün çəkdiyi video ilə bugün axşamda atacağım. Alış-verişimiz isə bu qədər. Bəzi şeylər indirimdə yox idi, bəzi şeylər ümumiyyətlə tapa bilmədim. Ona görə ən lazımlı olan əşyaları aldıq. Bu ikisi Twix'in tualetidir. İnanırsınız, yeməkdən çox pul biz tualetə veririk. Çox tez-tez dəyişilməlidir, yoxsa qoxusu gəlir. 7 manata yaxındır hərəsi. 2 dənə götürdük ki, bir müddət bəsləsin. Düzdür, gec-gec dəyişmək olar, amma elə olanda evdə qoxu olur. Badımcanın qoxusu. Bunları həmişə balkona qoyuram. Bugün necə də gözəl hava var. Maşınkamı da bura qoydum. Bazanı almadıq və ürəyimdə qaldı. O qədər xoşuma gəldi forması, amma şüşəsi həqiqətən çox keyfiyyətsiz bir şüşə idi. Ona görə Temuda onun daha böyük və gözəl şüşədən olan variantlara baxacağam. Videoda daha böyük düşür, amma real həyatda balaca buketlər üçün nəzərdə tutulur. Misal üçün 51 roza ora sığışmayacaq. Əslində bəlkə də sığışardı, amma prosto qopa bilər, sına bilər, çünki ağırdı onlar. Amma Temudan indi sifariş eləsəm 8 marta qədər gəlməyəcək baza, təəssüf ki. Gərək qızlar buradan alım. Gəlin indi bir-bir baxaq, nələr almışam, nələr. Bəzi şeyləri supermarketdə göstərmişəm. 2 manat 70 qəpiyə 250 qram çəlik aldım. 45 qəpiyə hərəsi belə bir kofe aldım. Burada arxada, yoxdur ya, elə bildim arxada şey də var, cappuccino kimi bir şey var. Yaşıl çay bizdə yalnız mamaçka içir. Bu Greenfield'dır. Belə bir maraqlı növ test alıb. Bu ikisi də mama üçündür. Sırf özüm üçün nə almışam? Çayla içmək üçün belə bir siruplar. Alonka. Mən əslində bundan əvvəl supermarketlərdə heç vaxt bunların qiymətlərinə diqqət yetirməmişəm. Amma elə bilirdim bir 60-70 qəpiyədir, amma 1 manat 5 qəpiyədir. Twix özün üçün nəsə axtarır. Görürsən dadlı nə var? Ət görüb burada ona görə. Amma buna baxmayaraq çox-çox dadlıdır. 4 dənə aldım. Bunlar belə. Bunu niyə aldım heç özümdə bilmirəm. Upakovkası çox şirin idi. Qiyməti 2 manat 7 qəpiydi. İndirimdə deyil idi. Sadəcə fikirləşdim ki, sınayım, baxım görüm dadlıdır və yaxud yox. Bir çörəyi mama aldı, bir çörəyi isə mən aldım. Beləliklə 2 dənə çörək. Mən zavod çörəyi xoşlayıram. Mama bunu xoşlayır deyə bunu alırıq. 3 manat yarıma belə bir maska Garnier'dan. Hara getsəm də mütləq nanəli saqqız. Ona görə bu ikisini, üçünü daha doğrusu dəhlizə atıram. Badımcan üçün 3 dənə Felix aldım. Bunları dəhşət çox sevir. Və birini probu üçün Proplan'ın bunu aldım. Xaçipuri eləmək istəyirik evdə. Ona görə suluguni pendiri götürdük. Əvəz olunmaz məhsuldur.
konservləşdirilmiş ananas. Ümumiyyətlə ananası mən çox sevirəm. Adi meyvə kimi konserv olsun, sok olsun, nə bilim ananaslı yoğurt olsun, hamısını yeyirəm. Ona görə bu da əvəz olunmaz bir məhsuldur. Salfetkalar endirimə düşmüşdü. 1 manata idi deyəsən bu boydası. Ona görə sразу 2 upakovka aldıq ki, zapasda olsun. Bizim qonşumuz hər zaman çay içirdi bunlarla və biz də onlara qonaq gedərkən bunlarla çay içirdi. Ona görə aldım. Nostalji bir şeydi. Həm də ki, çox ucuz idi. 2 manat deyil heç bu. Dukun belə bir növü sınamamışdım. Bu deyəsən kolbas çayınadır. Xoşlayıram bu bişenyaları. Çox balaca bir upakovka krabovi paloçkaları götürdüm. Bunu уже bilirsiniz. Grapefruit bu yalnız mamanındır. 5 manat 67 qəpik verib 3 dənəsinə. 3 dənə balıq götürdük. Biri ilə mən bugün mukbang çəkmək istəyirəm. Kakras acam, kakras makyaj var üzümdə. Fikirləşdim ki, yeməkləri qoyum qabağına və Rus kanalı üçün bir dənə mukbang çəkim. Son zamanlar mukbangları çox az çəkirəm. Bu da izləyicilərimin narazıçılığa səbəb olur. Səhv eləmirəmsə, bu Ukrayna brendidir, Roşen. Roşenin şirniyyətləri çox xoş duyuram. Bu konfetlər üçün vəbşə ürəyim gedir. Səhv eləmirəmsə, bunu sırf aşı üçün alırlar. Amma mən prosto yuyub yeyəcəm. Çox dadlıdır, belə turş məzə. Uzun müddətli evimizdə makaron yoxdur. Bunu aldım bir sosiska ilə zadına tez bazar hazırlamaq üçün. 2 dənə fırça aldım. Amma mən istəyirdim sərt fırçalar olsun. Bunlar isə ortadır. İndi yadıma düşdü, diş pastasını almamışam. Neysə, yadımdan çıxdım. Dayaruşka yağ. Burada 3 dənə limon. Qiyməti də göstərim sizə. 1 manat 53 qəpik 3 dənə limona. Biri 50 qəpikdən də bir sözlə. 2 upakovka kabartma tozu. Daha doğrusu 3 upakovka, bunu görməmişdim. Evdə şirniyyatlar doludur. Yenə Roşenlə belə bir bananlar diqqətimi çəkdi və almaq istədim. Baxaq görək necədir. 1 manat 50 qəpik idi bunlardan. Skumbriyanı alanda həmişə Ruskaya Mori brendinə məxsus alırıq. Şuba dəhşət dadlı alınır bununla. Buterbrotlar hazırlayıram və s. Bunu mama götürüb nişastadır bu. Bunu da mamıçka alıb. Bunun bir upakovka da var ki 4 dənə imiş. Mətbəx kanalı üçün lazım olacaq. Ona görə sразу 4 dənə götürüb mamıçkam. Burada isə dayına qaldı biber, burada kartof, 2 paket soğan, biraz ət və neydi bunun adı? Kələm. Bu isə Felix'i yox, iminə əti istəyir, amma həkim deyib ki, buna çiğ ət vermək olmaz. İstəyirəm indi makyajımı yüngülvari düzəldim, oturum mukbang çəkim. Prosto çörək yemək istəyirdim. Sonra fikirləşdim ki, oturum kontent çəkim də prosto çörək niyə yeyirsən? Mənim Rus kanalım var, hansında ki, mən mukbangları çəkirəm. Kimin xəbəri yoxdursa, bu videonun altında sizin üçün Rus kanalımın linkini qoyacağım. Keçid edib mənim mukbanglarımı izləyə bilərsiniz, əgər Rus dilini bilirsinizsə. Diluinin sevdiyim dodaq komboyuna istəyirəm. Dodaqlarımı çərçivəliyim və qəşəng pomada tətbiq edeyim. Hər gün bura vlogları çəkirəm, ona görə ora çatdırmıram nəsə eləməyə. Amma əslində istəsəm çatdıra bilərəm. Misal üçün mukbang çəkmək üçün nə qədər vaxt lazımdır? Uzaqbaşı bir yarım saat. Ayda heç olmasa bir 5 dənə mukbang çıxmalıdır. Bu arada vlogların montajına da babat vaxt gedir. Ondan isə oturub bir dənə mukbang çəkmək daha asandır. Burada biraz səhv dedim, vlogların montajı yox, səsləndirməm. Bu vlogları mən Rus dilində səsləndirmə eləyib, o bir kanala atıram və buna da vaxt gedir və belə baxanda bu vaxtı sərf edib mukbang çəksəm daha yaxşıdır. Üstündən lak vurub bu tükləri mən belə otuzdura bilərəm, amma düşünürəm ki, lak vursam bugün yenə çinməliyəm. Dünən gecə çinmişəm, bugün də çinmə xod yoxdur. Ona görə eybi yoxdur. Su ilə zatla belə düzəldim. Vəssalam. Mukbang üçün balığı belə hazırladım. Elə soğanda doğramaq lazımdır. Burada brokoli evdə var idi. Bunu da qaynatdım. Belə yüngülvari stola qoyacağım. Əsas gözləyirəm ki, kartof qaynasın, hazır olsun. Və otura bilərəm. Sağ olsun, mama da burada kömək edir ki, işimiz daha da tez olsun. Belə buterbrotları hazırladı. Çox dadlı olur. Qara çörəylə. Sağ ol, mamıçka 4 dənə. Biz özün üçün eləmədin axı. Mən istəmirəm. Mama diyetdədir. Darağı zadı buradan götürüm. Keçən dəfə mən burada çəkdim mukbangı. Xoşuma gəldi, yaxşı alınmışdım.
Bugün axşam hələ mamanın mətbəx kanalı üçün gözəl reseptlər çəkməliyik. Mama son zamanlar məndən inciyir, deyir ki, mənim kanalım üçün heç nə çəkmir, vaxt ayırmırsan və s. Özüm çəkəcəm, başlayır tripləri atmaq mənə. Və belə məqamlarda mən öz atamı başa düşməyə başlayıram. Bundan əvvəl vloqlarda mən sizə göstərirdim necə biz çəkirik. Oradan da kadrları, videoları əlavə eləyirdim. Amma son zamanlar gördüm ki, reylərdə izləyicilər narazıdır. Deyirlər ki, o kanal üçün çəkdiyi kadrları bura əlavə eləməm, maraqsızdır və s. Siz də başa düşürəm. Ona görə bugünün axşamını vloqlamamışam. Çünki bugün axşam özümü mamaya vermişəm. Mənim fikrimcə çox gözəl və iştah açıcı bir görüntü alındı. Buterbrotlar möhtəşəm. Üstündən qırmızı balıq da əlavə eləyib mamıçka. Burada isə çay olacaq. Çayla içməyə isə belə şirniyyatlarım var və Rafaella da var. Amma hara qoyum bilmirəm. Desert zad almadıq. Misal üçün burada bir balaca boşluq var. Belə qoya bilərik. Bunu da belə. Əla. Rus kanalı üçün kontenti isə hər zaman Canon'la çəkirəm və mikrofonla. Çayım da gəldi. Kameranı da qoşmuşam, mikrofonu, hər şey, otururam video çəkməyə. Bu mukbang hələ ki mənim Rus kanalımda çıxmayıb. Çünki Bajı sizi daha qabağa saldı və bu vlogu montaj elədi. Mukbangın montajına isə hələ ki vaxt çatmayıb. Əslində isə bunun montajı daha asandır və tezdir. Amma məndə bir xasiyyət var ki, əvvəl çətin işini görürəm, sonra asan. Belə eləyəndə daha produktiv oluram. İki variant var. Ya mən çox ac idim və yaxud balıq və stoldakı hər şey dəhşət dadlı idi. Bu arada fikir vermişəm ki, bu kanal üçün çəkdiyim ilk və son mukbang 200.000 baxış sayığı və düşünürəm ki, bəlkə arada bir mukbangları bu kanal üçün də çəkim. Ayda bir dəfə misal üçün, nə deyirsiniz? Bugünlük isə bu qədər. Çox sağ olun ki, bu vloqunu axıra qədər izlədiniz. Əgər bəyənmisinizsə, mütləq like düyməsini basmağı unutmayın və kanalıma abunə olun. Özünüzə yaxşı baxın. Sağ olun. Bəlkə sabah axşam yenə görüşdük.